Barama qurdu saxlayırıq artıq 15-ci gündür. Gördüyünüz kimi artıq qurdların hər biri nə qədər çox böyüyüb. Bu da o deməkdir ki, bizim də işimiz gündən-günə daha da çox çətinləşir. Çünki barama qurdu üçün daha çox yarpaq toplamaq lazım olur. Sizə bu prosesi yaxından göstərməyimlə bərabər istəyirəm ən çox gələn suallara cavab verin bu vlogda. Təbii ki, bu prosesdə, yəni barama qurdu ilə bağlı məlumatı olan insanlarla yanaşı, məlumatı olmayan, ilk dəfə görən insanlar da çoxdur. Ona görə də ümumi şəkildə suallarınızı cavablamaq istədim. Barama qurdunu dövlət bizlərə verir. Yəni kim saxlamaq istəyirsə əgər, dövlət ona pulsuz şəkildə barama qurdunu verə bilir saxlamaq üçün. Barama qurdunu saxlamaq üçün ən vacib nüans böyük bir yerin olmasıdır. Çünki barama qurdu böyüdükcə onun üçün daha böyük yerlər lazım olur ki, onu sıx olmamaq şərti ilə rahat formada saxlaya biləsiniz. İkinci nüans isə təbii ki, çəkil ağacları, yəni tut ağaclarının yarpaqları lazımdır. Əvvəlki vloqlarda da sizə göstərmişdim ki, ilk başda qurdlar balaca olduğuna görə öncəki tut yarpaqlarını xırda formada kəsərək veririk. Sonradan təbii ki, barama qurdu böyüdükcə yarpaqları budaqlarla bərabər də vermək olur. Eyni zamanda bunu da vurğulayım ki, bu proses sadəcə 30-35 gün çəkir. Yəni ki, qışda barama saxlanılmır. Bəs bu qurdları nəyə görə saxlayırıq? Çünki bu qurdun hazırladığı baramasından ipək parçalar hazırlanır. Ona görə də bu prosesdən keçməlidir öncəliklə. Hal-hazırda gördüyünüz bu qurdlar şəkildə gördüyünüz bu formada baramanı hazırlayacaqlar və bu baramadan artıq ipək parça hazırlanmağa başlanılır. Bu baramalardan sonda hətta kəpənək belə çıxır. Əgər mümkün olarsa onu da çəkib sizə mütləq göstərəcəm. Bu arada biz artıq 3-cü yerdə hazırlamışıq barama qurdu üçün. Bunu da vurğulayım ki, qurd barama hazırlayana qədər 4 dəfə yatıb durmalıdır. Birinci dəfə 1 gün, ikinci dəfə 2 gün, üçüncü dəfə 3 gün, dördüncü dəfə isə 4 gün yatır. Artıq dördüncü yuxudan oyanandan sonra ona doyana qədər yarpaq verilməlidir ki, artıq doyandan sonra barama hazırlamağa başlasın. Və sonda da barama hazır olanda dövlətə geri ödəniş qarşılığında təhvil verilir. Bu proseslə bağlı başqa suallarınız varsa yorumda qeyd edə bilərsiniz. Növbəti vloqda daha ətraflı danışacağam.